Aha, indi gələk bu sənin stringinə. Gəl baxaq A sualına. A sualına nə deyirdi? Aşağıda yazmışdı müəllim. Bir də baxın görün nədir. Siyahıda şey verəndə düz çıxır. Okey, gəran eləyək. Bir belə çıxır. Baxaq. Deməli. Nə verib bizə inputda? Bu söz verib. Okey, məndə doğru işləmədi. Deməli, char SC plus 32 vermişsən. Baxın bu ver. Okey. Ola bilsin bu ola bilər səhv. Yəni hərf yox, başqa bir şey verər. Amma sən onu çıxışa verməlisən. Bir dənə yoxlayaq. Yəni məsələn, səndə həmişə school yox, tutaq ki school 1 2 3 versə, sən bu 1 2 3-ü çıxışa verməyəsən. Sənin kodun bunu vermir. Çünki baxır ki, nə bu aralıqdadır, nə də bu aralıqdadır. Ona görə heç nə vermir. İndi mən else yazdım ki, bəlkə səhv odur. Ona görə əks halda da elə SC nədirsə onun özünü versin. Baxaq görək mənə verəcək. Mənə 46 verdi. Okey, baxaq indi başqa nə səhv ola bilər. Məsələn. Jetline-a yazım. Seni yox jetline. Aba o ola bilər, düz deyirsən. Bir saniyə baxım ona. Aha, getline-dir deyəsən. Ya bir dənə də getline-la yoxlayaq. Bunu indi F tapşırığını yenə yazasan bu yarışı. Ona diqqət elə. Əgər gördün ki, kodunda şey var, düz, yəni düz kimidir də. Amma nəsə yarım bal falan verir. Bir dənə də getline versiyasını at, yaxşı. Ola bilsin ki, problem ola bilər. Getline ilə C-nin fərqi nə idi? Mən jetline və o elə bir şey boşluq qoyurduq. Sen verəndə elə bir şey bilən o. Amma jetline elə bir ki, məsələn, salam, boşluq necə siz qoyurduq. Jetline vuranda elə bir ki, ikisini də verirdi. Aha. Amma sen bilər. Aha, düzdür. Gəlin o vaxta qədər bir dənə nəsə yoxlayaq görək. Aha, indi 100 bal verdi. Elə getline demiş problem. Elə sənin kodunda həm o else-də else yazmalıydın, həm də ki getline-la. Tamam. A sual aydındır. Aha, bəli. Buraları keçirəm. G sualı. Nə deyir? Deyir ki, əgər A hərfi varsa stringimizdə, A hərfini sil və A-sız versiyasını çıxışa ver. Gəl baxaq görə nə yazmısan. SC A-ya bərabər deyilsə, SC-ni çıxışa ver. Aha, düzdür. Səncə yenə səhv nədir? Getline. Aha. Tamam, belə şeylər olanda getline-la yaz. Tamam. Gözləyək 100 bal olsun, o birilərə də baxaq. İndi stringin ikinci yarışını qoyacağım. O da demək olar elə bu sualların oxşar tipləridir. F tapşırım bunu bitirməklə nə olacaq? Aha, bu da 100 bal. Yəni sadəcə sənin kodun idi əslində. Bu sadəcə getline elədim. Ona görə onu düzəldərsən. H sualı məsələn. H sualında nə deyirdi? Deyirdi ki, aha, bizə bir string Orada başa verir. düşmədimi? 3 verir. Ha, yox, o deyil, o deyil, o deyil. String verir. Sən sonra 2 dənə ədəd verir. A və B ədədi. Sənə deyir ki, bu stringdə A-dan B-yə qədər olan hissəni kəs at. Yəni A indeksindən B indeksinə qədər olan hissəni. Bir dənə baxaq görək. Burada baxaq.
Aha, bax belə bir şeyimiz var. Sözümüz var. 2 dənə də ədəd var. Gəl bu indeksləyək. Birinci 0, 1, 2, 3, 4, 5, 6, 6, 7, 8, 9, bu da 10. Tamam, indekslədim bunu sıfırdan. İndi 3-dən 6-ya Aha. qədər olan hissəsi bax buradan bura qədərdir. İndi deyək ki, bura olmadan bunu çıxışa ver. Yəni A-bırı, A-buranı. A-bırı, A-buranı. İndi bu məsələyə belə yanaşa bilərik. Biz hansı hissələri çıxışa verməliyik? Bu hissəni, Abr, bir də bu hissəni, düzdür? abra. Sən bu hissəni necə çıxışa verərsən? Məsələn, A-dan L-ə qədər olan hissəni. Insert nə? Yox. Düşün bir dənə. Biz 0-cı indeksdən 2-ci indeksə qədər olan hissəni çıxışa vermək istəyirik. Necə verərik? Forna. Aha, forma necə? For, məsələn, int i0, i gedir 3-ə kimi, Hı. i plus plus. Sonra siyahıda nə edəsən? Siyahıda yeni. İni Verdiyimiz dəyişəni. hərf verməlisən axsan. Hərflər hardadır səndə? Stringimiz Bura. var bizim. Hə, Ona görə forda nə yazmalısan? Nəyə çıxışa versin? hmm, Siyahıda. çıxır. Siyah o, Bayaq kodlarında yazmışdın. sesayizmə. Siyahıda nəyə çıxışa verirdin? Elə bundan əvvəl baxdığımız kodda. Bayaq nə verdim mən? Məsələn, salam sözündə sən buradakı eli necə çıxışa verərsən? Salam sözündəki elimi. Aha. Yəni bu eli necə çıxışa verərsən? Məsələn, mən sənə deyirəm ki, Salih, salam sözündə ikinci indeksdə duran ədədi çıxışa ver. Necə verərsən? Diji, orada bayaq yazdıq ki, diji. Diji? Diji nədir? Ay, yox. Massivdə. O massivdir. Burada necə? Yəni məsələn, düşün ki, string s demişəm. İndi string s-də mən səndən istəyirəm ki, məsələn, bunu sin eləmişik. Mən səndən istəyirəm ki, ikinci yerdə duran hərfi çıxışa verməlisən. Ay, Allah, necə bilir? Sonra stringi vəbşi necə çıxışa verərsən hərf-hərf? Biz keçmişik də. Keçmiş idi, ona görə soruşuram elə. String. Bundan əvvəl yarışı özün yazmısan? Ben özüm yazıyorum. Yarıştaki çok şeyler az. Yarışta, Asad'dakilerini yazmıştım. Asad olanlar. Mən də elə o yarışda yazdığın şeylərdən soruşuram. Siyah otatayı sonra verirdim de hadi. Bu sualı da məsələn, bu sualı özün yazmısan? Asad'dan bakın. G sualı. Aha bəli, vallahi özüm Və bu yazmıştım. nədir? Massivim. Massivdir bu. String resmi, yani biz həmişə belə vermirdik. Belə verildi. Yəni mən də indi bunu istəyirdim də səndən siyah S-ini verməyini deyirdim. İşini yenə verim. Bax Salih, biz nə öyrəndik stringdən qabaq? Char öyrəndik, düzdür? Char hərflər tək-tək hərfləri, rəqəmləri ya da ki, məsələn, hashtag işarələrini tuturdu. Bəs string dediyi nədir? String dediyi ki, əslində bir char massividir. Yəni char, yəni char bunların hamısını tək-tək bildirirdi. Amma string elə bir şeydir ki, bunların hamısı toplu olanda bu bir əslində hamısını bir yerdə toplayır. Yəni biz əslində bunu nəyə oxşatdıq? 2 dənə şey öyrənmişdik. Biri long idi, biri də long məsələn AN deyirdik. Dedik ki, long məsələn 5-i bildirirdi və yaxud da 4-ü bildirirdi və yaxud da ki 3-ü bildirirdi. Tək-tək ədədləri bildirirdi, amma massiv nə edirdi? Bunların hamısını özünün içində toplayırdı, düzdür? İndi stringdə eyni şeydir. Sən stringdə məsələn string s deyirsənsə, məsələn string s demisən, salamdır da, tutaq ki string s-in salamdır. Sənin bu salamın artıq onun yadında belə olacaq. Yəni S, A, L, 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 S, A, L
A, M. Bunların hamısına ayrı-ayrılıqda baxacaq. Yəni bu stringin birinci elementidir. Yəni bunları artıq indeksləyəcək. Bu 0, bu 1, bu 2, bu 3, bu 4. Ona görə sən məsələn, mən sənə desəm ki, ikinci indeksdəki ədədi çıxışa ver, ona görə nə verəsən? S2-ni get çıxışa ver. Məsələn, ümumi bütün şeylərə necə baxırıq bütün hərflərinə bunun? For-la gedirik, i0-dan i hara qədər? Stringin axırıncı indeksinə qədər. Axırıncı indeks nədir? Stringin ölçüsü qədər. Yəni s.size-a qədər. Getdik buradan belə və hər baxdığımız si artıq stringdəki tekstin indekslərinə bir-bir gedəcək. Yəni bütün hərflərinə bir-bir gedib baxacaq. S-ə baxacaq, A-ya baxacaq, L-ə baxacaq, yenə A-ya baxacaq, yenə M-ə baxacaq. Əgər məsələn mən bura boşluq qoyub Salih yazsam, o bu boşluğu da əslində bir indeks kimi görəcək. Yəni deyəcək ki, mənim 5-ci indeksimdə boşluq dayanıbdı. Hərf də görsə, işarə də görsə, nə görsə, artıq bu bunun massivinin içindədir. Yəni stringə massiv kimi baxa bilərsən. Hər biri indekslənir avtomatik olaraq. Yəni boşluq belə. Bura qədər bir sual yoxdur ki. Xeyr, Dəqiq. dəqiq. İndi ona görə biz bu sualı 2 dənə yerə bölürük yazmaq üçün. Birinci formumuz gedir 0-dan A-ya qədər və ona görə bu hissəni çıxışa verir. İkinci formumuz isə gedir B plus 1-dən hara qədər? S.size-a qədər. Aha. Bu avtomatik neyniyir? A-ya qədər olan hissəni çıxışa verir. Sonra bu hissəni bir növ ötürür. Sonra mən niyə B plus 1-dən başlayıram? Çünki B 6-dır. Mən 6-nı çıxışa verməliyəm, verməməliyəm. Bəs hardan başlayaraq verməliyəm? B-dən sonrakılarda verməliyəm. Ona görə B plus 1-dən başlatdım, S.size-a qədər getsin. İndi məsələn koduna baxaq. String S-dir, sonra 2 dənə ədəd daxil edirik, A və B. Birinci formumuz dedik ki, 0-dan getsin A-ya qədər, cout-a S-ini versin. İkinci formumuz isə getsin B plus 1-dən S.size-a qədər, I plus plus, cout-a da S-i. İndi məsələn yazaq görək necə bir şey verəcək. Ora daxil eləməmişəm, mən də gözləyirəm. A-bırı, A-bıra. Aydın oldu, yəni 2 dənə hissəyə böldük və bunu çıxışa verdik. Aha, ambara al. H sualda belə. İ sual nə deyir? Deyir, A gördünsə B ver çıxışa. Yəni bütün A-ları B ilə əvəz eləməlisən. Sənə demir axı B-ni A-la əvəz elə. Hə, yoxsa deyir? Bax, problem budur Salih. Düz yazmısan. Demisən ki, S-i, yəni indi baxdığım hərf A-ya bərabərdirsə, həmin hərf bərabər olsun B-yə. Əks halda həmin hərf B-yə bərabərdirsə, A-ya bərabər olsun. Tək səhv bax budur. S-in S size-dan kiçik olana qədər yox, I S size-dan kiçik olana qədər getməli idi. Aydın oldu? Dəqiq? Dəqiq. İnşallah. Sonra burada nə sual var? J sualı var. Bu da ona oxşar sualdır. Ona görə evdə yazarsan. Deyir ki, bütün AB-ləri ups-la əvəz elə. Bax, görürsən, burada AB var. Nə yazıbdı? Ups. Burada yenə AB var. Nə yazıbdı? Ups.
Yəni harda A, B gördünsə ups yazasan. K sualı. Sənə görsən burada 3 dənə söz verib məsələn. 3 dənə söz verməyib əslində. Bu getline sinesindən bir stringindir. Yəni boşluqlar falan da var stringində. İndi sənə deyir ki, hər sözün ilk hərfini böyük hərflə ver çıxışa. Yəni bax məsələn, burada i böyük hərflə olmalıdır, ilk sözdür. Sonra burada t böyük hərflə olmalıdır, çünki boşluqdan sonra gəlibdir. Yenə boşluqdan sonra gəlibdir, ona görə a böyük hərflə olmalıdır. Səncə necə bir şey eləyə bilərik? Yəni hardan bilə bilərik ki, bu artıq böyük hərflə olmalıdır, burada duran indeks. İlk hərfi olmalıdır da. Ha, onu hardan bilə bilərik? İlk biz sözdə nə dedik? Nə vaxt biləcəyik ki, nə vaxt həmin sözün həmin sözün o hərfin böyük verməliyik. O həmin hadisə nə vaxt baş verir? Nə vaxt böyük verməliyik? Aha, yəni kodsuz deyirəm, adi versiyada. Yəni məsələn biz hardan bildik ki, bu t böyüklə olmalıdır? Kodu demirəm Salih. Yəni biz hardan bilirik ki, bunlar niyə böyüklə veririk bunları? Çünki ona başlanğıclar var da Aha. böyük hərflər. Bəs yaxşı, bunu bildim. Bu başlanğıcdadır. Bəs bu ortada gələni necə bilirəm ki, bu da böyük hərflə olmalıdır? Nədən Çünki sonra? o da elə bir ki, təzə söz başlayır. Onda ilk hərfi həmişə böyük olur. Aha, bəs təzə söz başladığını hardan bilirsən? Məsələn, bax bunu verdim. Sən sonra hardan bilirsən ki, bu təzə hərfdir? Yəni nə sənə bildirir ki, bu təzə hərfdir? Nə tədbirmi? Necə? Yəni bizə bunu bildirən nədir ki? Yəni bu bir sözdür. Yəni ayrılıqda bir sözdür və bunun ilk hərfi böyük olmalıdır. Bunu bildim. Amma Aha bəli. məsələn sən bunu bilirsən ki, bu ilk başlanğıcıdır stringin, düzdür? Sonra bəs burada nə gəlibdi? Bu nədir? Boşluq. Boşluq. Sən boşluq gəlibsə, o boşluqdan sonra nəsə hərf gəlirsə, onda bilirsən ki, bu həmin stringin təzə bir sözüdür və o hərf başlı böyüklə olmalıdır. Mən səndən istədiyim cümlə o idi ki, əgər boşluqdan sonra gəlirsə, onda həmin şey də böyük hərflə verilməlidir. Bax, bu idi demək istədiyim. Yəni, əgər sənə boşluqlar varsa, o boşluqdan sonra da nəsə təzə bir hərf gəlibsə, demək ki, bunun əvvəlində nəsə olubdur və boşluq qoyublar, artıq bu təzə sözdür nədirsə. Yəni, bizim baxacağımız şey, mənim baxdığım hərfdən əvvəl bir boşluq varsa, demək ki, həmin hərf böyüklə olmalıdır. Bax, görürsən, A-dan əvvəl boşluq var. Demək ki, bu böyüklə olmalıdır. Çünki mən bunu ayırmışam və bu ilk sözdür ki, bunu baş hərfin böyüklə verməliyəm. Evdə baxarsan buna, mən ipucu verdim. Yəni, YouTube videosuna da baxsan, bunu görəsən nə idi. Bu sual çox asandır. Hər dəfə A hərfini görəndə A-dan 2 dənə çıxışa verməlisən. Yəni, məsələn, burada A var, A-dan 2 dənə veribdir. Yenə A var, yenə 2 dənə veribdir. Yenə A var, yenə 2 dənə veribdir. Hər bir A-nı 2 dəfə verməlisən çıxışa. M sualı, sözlərin sayını çıxışa verməlisən ki, neçə dənə söz var. Bu suala oxşuyur. Yəni, bunu yaza bilsən, avtomatik M sualında yazasın. Yəni, sözlərin sayını tapmalısan. İkincisi, bu da oxşuyur. Burada da deyir ki, cümlələrin sayını tapmalısan. Yəni, neçə dənə cümlə varsa, onun sayını tapmalısan. İpucu, məsələn, bir cümlə bitirsə, o biri cümlənin ilk hərfi böyüklə başlayır, düzdür? Aha, bəli. Və həmin cümləni bitirən ya nöqtə olur, ya nidə ola bilər, məsələn.
Burada başqa məncə heç nə olmurdu. Yəni sən onlardan istifadə edərək cümlələrin sayını saya bilərsən. Baxarıq yazılmasına. Burada A hərfinin indekslərini çıxışa verməlisən. Bax, burada məsələn, burada var A hərfi. Burada var. Neçənci indekslər? 0, 1, 2, 3. Sonra 5-ci indeksdə var. 7-ci indeksdə var. 10-cu indeksdə var. A hərfinin indekslərini çıxışa verməlisən, yəni hansı yerdə durduqlarını. Əgər heç bir A hərfi yoxdursa da, onda siyahıta -1 verməlisən. Burada rəqəmlərin sayını çıxışa verməlisən, ifadənin yox, bax. Burada 9, 8, 76, 5, 4 var da, məsələn, düzdür. Daha doğrusu rəqəm, bax, məsələn, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Bax, bunları necə sayıb çıxışa verməlisən. İpucu verim, ASCII cədvəlindən istifadə edə bilərsən ki, ASCII-də baxarsan ki, rəqəmlərin indeksləri nədir? Yəni, məsələn, sən 9-u 9 olaraq yox da, məsələn, bir də necə çıxışa verə bilərik ASCII kodunu bilsək? Siyahıta nə deyərəm? Çar. 9'un nə idi? 9'un 57. Amma, okey. Çar 9 desəm, onda 57 verəcək çıxışa. Aha, Yox, çar 57 9 desəm. verəcək. Okey, yox. Sən düz deyirsən. Burada 57 olmalıdır. Bir saniyə. Bu nə səhv verdi? Aha, bax, int verirəmsə, yəni bunun içindəkinin dəyərin, yəni bax, int 9 demişəmsə, bunun içinə char yazmalıyam və bu avtomatik olaraq bunun intdə dəyərin qaytarır. Yəni rəqəm olaraq nədir? 9, 57-dir. Amma əgər tərsini eləmək istəyirəmsə, onda char 57 yazaram. Char 57-də gedib baxacaq ki, 57-ci məndə nədir? 9-dur. Ona görə də 9-u çıxışa verəcək. Yaxşı, bax, bu içinə chardakı elementi yazıram, onun nömrəsini verir. Əksini eləmək istəyirəmsə, nömrəsini yazıb chardakı elementi görmək istəyirəmsə, charla yazıram. Yəni, bax, bura char yazmışam deyə char qaytarır. Bura int yazmışam deyə int qaytarır. Yəni, birində 9-un ASCII-dəki kodudur. Bu isə 57 ASCII kodu olaraq 57 hansı char elementidir? Tamam, aydın oldu bunların fərqi. Dəqiq. Dəqiq. Aha, bunlardan istifadə edib yaza bilərsən. Bu da oxşar sualdır. Bu sualda dərsə baxmışıq. F tapşırığın nə olacaq? Bunu tamamlamaq. Bir də ki, təzə yarış qoyacam. İndi bir dənə baxıram görüm orada neçədən sual var. Dərsdən sonra mı qoyacam çünki? Burada neçədən sual var? 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bu sual ikisi də onsa düz idi. Bunları düzəltməyə vaxtın getməz. 10 dənə sual buradandır yəni. Ona görə də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10,
11, 12, 13. Okey, elə o yarışında hamısını verəcəm böyük ehtimalla. 10 neçə dənə də sual oradandır. Aha. Ən birinci bu yarışı bitirirsən. Sonra o biri yarışında yenə hamısını verirəm. Çünki bu bitməli idi. Yəni bitməli deyəndə ən azı bütün suallara baxmalıydın. Bu səfər nə saydın olmasa yaz mənə mütləq. Oldu. YouTube videosuna yükləyirəm, buna da baxarsan. Başqa nə Aha. deyəcəkdim? Başqa etsən, yəni təzə yarış görəndə demə sual sayı çoxdur. Çünki elə sual var ki, məsələn, bu sualın eynisidir. Sadəcə şərti biraz fərqlidir. Məsələn, onda deyəcək ki, A-nı B ilə əvəz eləmə, C-ni D ilə əvəz elə, məsələn, yaxşı. Yəni ona görə gözünə çoxlu sual kimi gəlməsin. Yəni əslində o Aha. qədər vaxt aparmayacaq. Tamam. Aydındır? Aha, olar, bəli. Okey. Onda vəsə. Bugünlük bu qədər. String 1, bir də string 2-ni əlavə eləyəcəm. Onlar ev tapşırığım olacaq. Nə sualın var bu gündən bağlı? Deyil. Tamam. Onda Sağ olun, yekunlaşda sağ ol. Gələndə görüşərik. Evet, inşallah. Sağ ol.